Salam hörmətli izləyicilər. Bu videonu mən Heydər Əliyev prospekti ilə ikinci dərəcəli yoldan əsas yola çıxıb aşağı düşənlər üçün çəkirəm. Burada bir xata var. Bu barədə mən bir video çəkmişdim. İndi yenə çəkirəm. Çox xatalı bir vəziyyət var. Siz bax bu zolaqla bir zolaq dəyişirik ki, şəhərə gedək öz zolağımızla. Əlbəttə ki, Babək prospektinə gedənlər sağ zolaqla getməlidirlər. Amma təəssüf ki, belə olmur. Deməli, fikir verin, biz sola dönürük öz zolağımızdan və biz şəhərə getmək istəyirik. Və bu zaman 10 nəfərdən 4-ü bax belə bizi kəsərək soldan sağa hərəkət edir. Bəs niyə qəza olmadı? Çünki mən həmişə tələbələrə deyirəm, özüm də bunu edirəm. Deməli, ayağımı tormuza qoyuram. Bu hissiyə çatanda ayağımı tormuza qoyuram ki, 10 nəfərdən 5-i, 3-ü soldan sağa kəskin gedəcək. Hələ onlar getməmişdən mən ayağımı tormuza qoyuram. İndi bu situasiyada mən ayağımı tormuza qoymasaydım, yəqin ki, toqquşma olacaqdı. Ehtiyatlı olun, özünüzü qoruyun. Bu Bakının xatalı yerlərindən biridir. Diqqətinizə görə çox sağ olun.